Qida Təhlükəsizliyi Agentliyi paytaxtın bir neçə rayonunda fəaliyyət göstərən ət-kəsim məntəqələrində reyd keçirib. Bir neçə obyektin fəaliyyətində ciddi nöqsanlar aşkar edilib. Obyekt sahibləri ilə aparılan müzakirələr nəticəsində qanunsuz kəsim halları və mövcud pozuntular inzibati tədbirlərlə əhatə olunacaq. Agentlik belə halların qarşısını almaq məqsədi ilə nəzarət tədbirlərini daha da gücləndirəcəyini bildirir. Hazırda mövcud vəziyyətdə əhalinin maarifləndirilməsi həyata keçirilməlidir. İndi deyək ki, indi kəsmişəm. Yaxşı gəlmişəm, kəsməmişəm, indi kəsəcəm. Əlimin içindən gəlir. Burada hamısı rayon cəmaatı, peçatda ət almır, əmoğlu. Peçatda ət almır. Sanitar gigiyena norma və qaydalarına uyğun olmayan şəraitdə qanunsuz heyvan kəsimi yoluxucu xəstəliklərin yayılması üçün birbaşa təhlükə yaradır. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları bu dəfə paytaxtın bir neçə rayonunda fəaliyyət göstərən ət-kəsim məntəqələrinə reyd keçirdilər. Reyd zamanı bir neçə məntəqədə sanitar normalara əməl edilmədiyini, ətin açıq şəraitdə saxlandığı, həmçinin satışa çıxarılan məhsulların baytarlıq ekspertizasından keçmədiyi müəyyən olundu. Qanunsuz olaraq girib bu əraziyə. Öz başına tuşan sahibinə xəbərsiz girib tuşanıma. Nə işi var tuşanımda? İndi ayın 17 sənədimi göstərirəm. Keçən səfər iyun ayında buranın cərimələdə kəsim olmaz. Müəllimin təqdim etdiyi sənədlərdə 17-si baytar müşahidə edici sənədi 17-si tarixində alıb və 20-si tarixinə qədər etibarlıq müddət var. Hazırdakı tarixlə isə qeyri-uyğunsuzluq var. Qanunsuz kəsimin birbaşa aşkar olunma halıdır. Buna görə də İnzibati Xətalar Məcəlləsinin 289-cu maddəsinə istinadən güc protokol tərtib olunacaq. Reyd zamanı bir sıra məntəqələrdə sanitar norma və qaydaların kobud şəkildə pozulduğu aşkarlandı. Bəzi yerlərdə ətin saxlanma şəraitinə düzgün əməl edilmir. Bəzilərində isə baytarlıq sənədləri belə təqdim olunmurdu. Ətlər digər məhsullarla, digər evdən gətirilən məhsullarla birgə saxlanılır. Mal qonşuluq prinsipinin riayəti pozulmuşdur. Eyni zamanda ətlərin üzərində digər tərəfdən baxdıqda ətin üzərində möhür yoxdur. Həm ətin üzərində möhür olmalıdır, həm də onun istehlaki yararlı olduğunu təsdiq edən baytar müşahidə edici sənədlər olmalıdır. Başa düşdüm xanım. İndi burada necə deyirsə, oğurluq mal gətirib kəsmirik ki, və yaxud da satmır. Dediyim kimi də müəllimdədir. Müəllim özü dedi ki, bir saat yarım ərzində gələcəm, gələrsiz onda bütün kağızları göstərəcəm sizə. Qüsurlardan biri məhsulların digər məhsullarla birgə saxlanışıdır ki, hansı ki birbaşa mikrobioloji çirklənməyə şərait yaradır. Eyni zamanda ətlərin üzərində möhür yoxdur. Biz heyvanın nə dərəcədə kəsim şəraitində kəsildiyi barədə məlumatlı deyilik. Xəstə və yaxud sağlam heyvan olduğuna dair bir məlumatımız yoxdur. Aşkar edilən problemlərlə bağlı obyekt sahibi ilə də əlaqə saxlanıldı. Ətlərin heç birinin üzərində möhür yoxdur. Möhür xanım, o bilsən necədir? O bilirsən, cəmaat möhür orada görəndə almır ki, bu yəqin xaricdən gəlmə ətdir. Bəzi ət satışı yerlərində isə heç suallara cavab tapa bilmədik. Hazırda da obyektin qarşısındayıq, bağlayıb qaçıb sahibkar. Eyni zamanda burada qanunsuz kəsimi həyata keçirməsi üçün dəmir konstruksiyası da mövcuddur. Bu onu göstərir ki, artıq kəsim burada həyata keçirilir. Qanunsuz ət kəsimi məntəqələrindəki vəziyyət yalnız insan sağlamlığı üçün deyil, həm də ümumi qida təhlükəsizliyi üçün risk daşıyır. Agentliyin əməkdaşları bildirirlər ki, bu cür halların qarşısını almaq üçün nəzarət tədbirləri daha da gücləndiriləcək. Lamiyə Xəqani qızı Fariz Quliyev, İTV Xəbər.